Salam əziz izləyicilər. Bəzən paltaryanın şlanqını düzgün qoşmurlar. Ona görə bakda su qalmır, axır gedir, sifon effekt deyilən effekt yaranır. Ona görə bax burada çəkib göstərirəm sizə. Şlanq bu cür qoşulmalıdır. Aşağıdan gəlir, qalxır bura yuxarı, yuxarıdan təzədən gedir aşağı və qoşulur kanalizasiya borusuna. Bax bu yuxarı qalxmağı məcburidir. Çünki bakdakı su əks halda pompa işləyir, nasos suyu vurur kanalizasiyaya və dayanır. Dayanandan sonra bu şlanqın içindən su axını dayanmır. Əgər siz bu yuxarı qalxmayıbsa, aşağıdan dönüb kanalizasiya gedirsə və bakdakı suyun səviyyəsindən aşağıdırsa, bax bu şlanqın bax bu hissələri, bakdakı suyun səviyyəsindən aşağıdırsa, onda sifon effekti yaranır və bakdakı suyu bax bu şlanq sorub aparır. Və təbii bakda su boşalan kimi yenə də klapan açılır, yenə su gəlir baka və o isti su axıb gedir, soyuq su fasiləsiz olaraq gəlir, dolur və hesab edirsiniz ki, paltaryan suyu qızdırmır. Buna diqqət yetirin, sağ olun, salamat qalın. Rəylərə də baxın. Rəydə bəzən unutduğum şeyləri rəydə yazıram. Sağ olun.